Katolik xristian təriqətinin liderini təsvir etmək üçün papalıq, katolik xristianlar arasında ən uca və ilahi yer hesab olunur. Məzhəbin xristianları Həzrəti İsa'nın papa vəzifəsini müqəddəs Peterə verdiyinə inanırlar. Katolik kilsəsinin yerləşdiyi Vatikanda kardinallar tərəfindən seçilən papa mütləq şəkildə kişi cinsindən olmalı, övladı olmamalı, bakir qalacağına and içmiş və ömrünü dünyəvi nemətlərdən məhrum olaraq davam etdirməlidir. Dini rəhbərliyin təsiri ilə bir çox siyasi və iqtisadi güc qazanan papalığın 2000 illik tarixi maraqlı hadisələrlə doludur. Siyasətlə məşğul olan, güc üçün qan tökən və səlib yürüşləri, yəni xaç yürüşləri başladan papalardan başqa, katolik doktrinasına uyğun olaraq qadınlarla münasibət qurmalarına icazə verilməməsinə baxmayaraq, eşq macəraları və qanunsuz övladları ilə tarix yazan papalar da var. Vatikanın rəsmi hesabatlarında hazırda 267 nəfər papa olduğu və onların hamısının kişi cinsindən olduğu bildirilir. Lakin bu böyük gücdəki qurumda 9-cu əsrdə baş verən maraqlı bir hadisə bizə Vatikanın rəsmi hesabatlarının həqiqəti əks etdirmədiyini göstərir. Bu hadisə tarixdən silinməyə çalışılsa da, papalıq tarixində ilk və yeganə qadın papa olan 8-ci Yoanın hekayəsidir. Əsrlər boyu katolik kilsəsini narahat edən hekayənin qəhrəmanı Yoan, 9-cu əsrdə Almaniyanın Ingelheim şəhərində İngiltərədən qovulmuş bir ailənin qızı olaraq dünyaya gəlir. Yaxınları onu Gilberta və Yutta adlandırırlar. Yoan hər zaman qadın olmağın o dövrdə onun lehinə olduğunu düşünürdü. 12 yaşında olanda kişi paltarını geyinməyə və oğlan kimi davranmağa başlayır. Əsl hekayə isə Yoanın xristian missionerlərinə qoşulması ilə başlayır. Afinada din və fəlsəfəni öyrəndikdən sonra Romaya gedən və özünü kişi şəklində John Anglikus adı ilə təqdim edən Yoan, Benediktine monastırına girir. Romada biliyi ilə qısa müddətdə kahinlər və kardinalları da əhatə edən geniş bir sosial ətraf qazanır. Bu səbəbdən Roma kilsəsinin başçısı olan Papa 4-cü Leonun səhhəti pisləşməyə başlayanda, kardinallar onun adını papalığa ən layiq namizəd kimi çəkməyə başlayırlar. Papa Leon 847-ci ildə vəfat etdikdə, Yoan kilsədən kənar bir adam olmasına baxmayaraq onun yerinə seçilir və 8-ci Yoan adı ilə vəzifəsini icra etməyə başlayır. Mənbələr onun 2 il 5 ay 4 gün papa taxtında oturduğunu iddia edir. Təxminən 3 il kilsənin rəhbəri olan papanın vəzifəsi onun qadın olmasının ortaya çıxması ilə başa çatır. Xidmətçilərdən biri ilə münasibət quran Yoan hamilə qalır. 9 ay hamiləliyini gizlətməyə bacarsa da, ancaq 855-ci ildə müqəddəs Pyotr kilsəsi yaxınlığında bir dini mərasimdə sancıları tutur və uşaq dünyaya gətirir. Bununla Yoanın qadın olduğu ortaya çıxır. Bu hadisədən sonra Papa Yoanın başına gələnlərin və onun necə öldürüldüyünə dair hekayələr yayılır. Bəzi müəlliflər qəzəbli bir izdiham tərəfindən parçalandığını, bəziləri isə Roma küçələrində atlara bağlanaraq sürükləndiyini deyirlər. Petrakt yazır ki, Fransada 3 gün 3 gecə sular qanlı axırdı və 8 qanadlı iti dişli çəyirtkələr ətrafı işğal etmişdi. Bəzi məlumatlara görə ölümündən sonra heykəl qoyulsa da, əsrlər boyu yerində duran heykəl 16-cı əsrin sonlarında Papa 5-ci Piusun əmri ilə götürülür və qadın papanın adı papalar siyahısından çıxarılır. Bundan sonra papalar həmişə ənənəvi ayinləri zamanı bu küçədən geri dönürlər. Bunun hadisəyə nifrətdən qaynaqlandığı düşünülür. Ancaq ondan 17 il sonra taxta çıxan və Yoan adını qəbul etmək istəyən başqa bir papa, qadın papanın adını götürməli olur. Çünki götürmədiyi halda 9-cu olacaq və qadın papanın adı qəbul edilmiş sayılacaqdı. Vatikan Yoanın unudulması üçün əlindən gələni edir. Qadın papanın varlığı ilk dəfə 1250-ci illərdə John de Malinin əlyazmalarında xatırlanır. Son orta əsrlər və reformasiya dövründə təxminən onlarla müəllif bu qalmaqal haqqında yazıb. Hadisə Martin Polanusun 1265-ci ildə nəşr olunduqdan sonra Avropada uzun illər ən çox satılan kitablardan biri olan Chronicon Pontificum et Imperatum kitabında da xatırlanır. Bunun əsl hadisə olduğunu söyləyənlər üçün ən vacib dəlil isə İtaliyada La Seria Gestatoria adlanan məşhur Porfiria kreslosunun mövcudluğudur. Bu kreslo indi Vatikan müzeyindədir. Rəvayətə görə digər oxşarı Napolyon tərəfindən uğurlanıb və Louvre müzeyinə yerləşdirilib. Bu kreslolardakı oturacaqların boşluğu olur və hər ikisinin 1099 və 1513-cü illər arasında papaların təyin edilməsində istifadə edildiyi bilinir.
Papa Yoan skandalından sonra cinsiyyətin yoxlanılması məqsədi ilə istifadə edildiyi barədə şayələr geniş yayılıb. Son olaraq Vatikan Yoanın unudulması üçün əlindən gələni edir. Lakin kilsənin bəzi üzvlərinin bu hadisəni tarixə yazmasına mane ola bilmir. Bəzi məlumatlara görə isə Katolik kilsəsi uzun müddət mübahisə etdiyi qadın papanın eyni vaxtda heç bir mənbədə görünmədiyini və bütün hekayənin protestan kilsəsi tərəfindən uydurulmuş bir mif olduğunu bildirir.